Dinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2025 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Oxu24.com-un xəbərinə görə müraciətdə bildirilir ki, Bakı şəhərində keçiriləcək 2025 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 19-dan 21-nədək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin Respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş edilir. Əlavə olaraq qeyd edək ki, 15,16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq. 18 sentyabrda isə səhər saat 07:00-dan 09:00-dək axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq. Həmçinin fövqəladə hallar istisna olmaqla tranzit dəhlizləri açıq olduğu vaxt nəqliyyat vasitələrinin parklaması, sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna olunur.